əsaslarla təhsil alan, məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsil haqqından azaddır. Ancaq qaçqınlar üçün belə hüquq yoxdur. Sual yaranır. Niyə? Qanunvericiliyin məzmununa görə qaçqın və məcburi köçkün anlayışları fərqli məzmun daşıyır. Məcburi köçkün öz yaşayış yerini ölkə daxilində məcburi şəkildə tərk edib başqa yerə zorla köçkün düşürülmüş şəxsdir. Qaçqın isə adətən başqa ölkənin ərazisindən gələn, əcnəbi və ya vətəndaşlığı olmayan, ölkəmizdə sığınacaq verilmiş şəxslərdir. Ola bilər ki, sonradan Azərbaycan vətəndaşlığı da verilsin, lakin statusları məcburi köçkün deyil, qaçqın olduğuna görə onlar təhsil güzəştlərindən yenə də yararlana bilmirlər. Beləliklə, dövlətin təhsil haqqından azad olma siyasəti qanunvericilikdə konkret olaraq məcburi köçkün statusu olan qrupu nəzərdə tutur. Dövlət üçün resurslar məhduddur. Bu səbəbdən prioritet kateqoriya kimi məcburi köçkünlər seçilmişdir. Ancaq bəzən qaçqınlara da təhsil haqqı güzəşti və ya təqaüd verilməsi halları olur. Lakin bunlar yalnız beynəlxalq yardım və xüsusi layihələr çərçivəsində mümkün olur. Azərbaycanda məcburi köçkün və qaçqın anlayışları hüquqi baxımdan fərqlidir. Buna görə də sosial təhsil güzəştləri məhz məcburi köçkün statusuna malik olanlara daha geniş şəkildə tətbiq olunur. Bu statusların fərqliliyi dövlətin sosial siyasət prioritetləri ilə bağlıdır. Diqqətiniz üçün təşəkkür edirəm.